Bu avtobusun içində mənim ən çox sevdiyim bir xanım gedir. Sinara xanımdır. Azərbaycanda maraqlı evlilik təklifi gündəm olub. Ölkəmizdə fəaliyyət göstərən avtobusların birində maraqlı hadisə baş verib. Belə ki, avtobusun sürücüsü sərnişin olan sevdiyi xanıma evlilik təklif edib. Sürücünün bu jesti müsbət qarşılanıb. Bu dünyada ən axıratlısı sözüm olmağını istəyərdim. Xoşbəxt olun. Azərbaycanda daha bir xanım xarici ilə evlənib. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Yayılan videodan da göründüyü kimi Çinli bəy Azərbaycanlı xanımla evlənib. Onlar toyda maraqlı rəqs ediblər. Həmin görüntülər izlənmə rekordu qırıb. Əməkdar artist Bəsti Sevdiyeva ad gününü Günoğurla verilişində qeyd edib. Sənətçiyə ən böyük sürprizi oğlu Ayxan edib. Proqrama qatılan Ayxan anası haqqında söylədiyi sözlərlə onu kövrəldi. Atamın əmanətidir. Allah onu başımızın üstündən əksik etməsin. Muğam sahəsində öz dəstəxətti olan sənətkardır. Allah onu var etsin, sağlam ömür qismət etsin. Oğlunun bu sözləri Bəsti Sevdiyevanı kövrəldib. Qeyd edək ki, müğənninin bir qız, bir oğul övladı var. Ötən gün paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində toy karvanında hərəkət edən bir neçə nəqliyyat vasitəsi yolun hərəkət hissəsində dayanaraq nəqliyyatın hərəkətini çətinləşdirib. Nəticədə yolda sıxlıq yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra sıxlıq aradan qaldırılıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu səbəbdən toy karvanlarında iştirak edən sürücülərə müraciət edib. Ümumilikdə müşahidə kameralarının qeydə aldığı görüntülərin təhlilləri göstərir ki, toy karvanlarında iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. Belə hallarda bəzi sürücülər hərəkət zamanı qəza dayanma işıq siqnallarını yandırır, hərəkət zolaqlarını zəbt edir, avtomobili arxa-arxaya hərəkət etdirir və manevr qaydalarını pozaraq digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar. Toy karvanında iştirak edən nəqliyyat vasitələri yolun sağ zolağı ilə ardıcıl şəkildə hərəkət etməli, süni sıxlıq və qəza şəraitinin yaranmasına yol verməməlidirlər. Yol hərəkəti qaydaları hər kəs üçün eynidir. Şad gününüzü kədərli günə çevirməyin. Müraciətdə qeyd olunub.